Axşamınız xeyir olsun dostlar. Bu son vaxtlar sosial şəbəkədə gedən bir neçə hadisələr mən də münasibətimi bildirəcəm. Bizim çox böyük ulu keçmişimiz olub. Və o ulu dədələrin, ulu babaların düşündükləri, onların qoyduğu adətlər, qanunlar, onlar elədiyi hərəkətlər düşündükcə, dərk elədikcə onların nə qədər böyük insanlar olduqlarını dərk edirsən, nə qədər əl çatmaz düşüncəyə, əl çatmaz ucalığa malik kişilər olub bizim bu babalarımız ki, bu adətləri düzəldiblər, qoyublar, xalqa çatdırıblar. Bizim istər bayramlarımız, istər dini ayinlərimiz, istər nə olur olsun, hamısını möhtəşəm şəkildə fikirləşib onlar, necə deyirlər, gələcək nəslərə ötürüblər. Son vaxtlar sosial şəbəkələrdə ehsan süfrələrini yığışdırmaqla bərabər söhbətlər gedir. Bu məcburi bir şey deyil. Kim istəsə ölsünə ehsan da verər, verməyə də bilər. Ancaq məni maraqlandıran başqa bir şeydir. Bu ilahiyyatçılar ki var, çıxıb ortalığa bir 4 dənə uşaq ağzından sapla süd isi gəlir. Bunlar da qaçlayırlar ki, onun ölüyə heç bir xeyri yoxdur. Mən onlara sual verirəm. Siz o ölünün yanında olmusunuz, oradan soruşmusunuz ki, bunun xeyri var yoxsa yox. Hardan bilirsiniz xeyri yoxdur. Siz öz yanınızda nə danışırsanız, Qurandan danışacaqsınız, Quran da deyir ki, müştehidlərin iştibahı var. Oradan deyirlər ki, ölənin qalan əmlakının 5də biri ehsan şəklində rəiyyətə paylanmalıdır. Ehsan vermək imandandır. Və bu da ehsandır. Bunu el üyəsi verir və indi cəmaət də kimsə ona kömək edir, neyinir, adətlər cürbəcürdür. Və ərəb demirsən, ərəb belə edib, qonşusu gətirərmir filan fismükən. Qonşu yenə gətirir, qonşunun tədavülü pul şəklində, əmtər şəklində kömək edir, ölü yersə mütəşəkkil şəkildə edir, bir ehsan süfrəsi. Bunun fəlsəfəsi nədən ibarətdir? Burada heç kim qarın doydurmağa gəlmir. Milləti təhqir eləməyin, cahillər, nadanlar. Heç kim qarın doydurmağa gəlmir. Burada süfrə mədəniyyətindən gedir. Süfrədəki olan ünsiyyətdən gedir. Ünsiyyət mədəniyyətindən gedir söhbət. Süfrə ən ali ünsiyyət formasıdır. Bunu biləsiniz. Ünsiyyətimizin ən ali forması ünsiyyətdir. Ehsan süfrələridir. Yəni yemək süfrəsi. Yemək bütün süfrələrin alisidir. Bütün ünsiyyətlərin ən ali formasıdır. O insan həmçinin orada formalaşır, mədəniyyət əxz edir, mərifət öyrənir. Bir ağsaqqal dinlənir. Burada söhbət nədən gedir? Burada məhz o cəm şəkildə olanda biz uşaqlıqda həmişə böyük söhbətlər, yaxşı söhbətlər ağsaqqallardan eşidirdik, maraqlanırdıq və gedirdik, oxuyurduq. İndi bir baxın, bizim toylarımızda tamadalar sağlıq demir. Ağsaqqallara söz vermirlər. Danışmır heç kim. Yaslarımızı bu cür ləğv edirsiniz. Bədbəxtlər, bu milləti hara aparırsanız siz? Düşünürsəniz nə danışırsanız? Nadan cahilcəsinə. Mən din xadimlərə deyirəm, bu din dostlara. Sən oradan ölünün yanından gəlmirsən, ehsanın ona xeyri var, ziyandan xəbəri yoxdur. Bilirsən onu, sənə ölü deyib onu, oradan gəlmirsən sən. Yaxşı, xoşun gəlmir, deyəsən heç bir ölüyə xeyri yoxdur da, belə deyək. Sən öləndə atanı deyəsən, atan Allah lənət eləsin. Görüm, xoşuna gələcək, o lənətdir da, bu dünyada qaldı, o dünyada getmir ki, sözdür dedik. Ehsan da bu şeydir. O lənət sən xoşuna gəlmirsə də, sən bir rəhmət qazandırmaq istəyirsənsə də, o insanlara Allahın rizasını qazandırmalısan. Nədir Allahın rizası? Hər bir şey kəsin içərisində Allahın bir zərrəsi var. Hamısı Allahdan gələni Allaha qayıdacaq. Quran gəlib, Quranı anlamayan çalça başlar, ağıllarına gələni danışırlar. O rizanı qazanmaq üçün, o insanı bir könlünü xoş eləmək lazımdır. İnsan da gəlir uzaq yoldan, oradan, buradan gəlir, süfrə başına yığılır, önündə ehsanın məxsusi bir özəlliyi var. Yığışırlar, bir süfrə başında təmas edirlər, bir Allah verəndən dadırlar, rəhmət oxuyurlar, təam edirlər və onların daxilində bir razılıq yaranır. Ürəkdən ölünə rəhmət oxuyurlar. Bunun söhbət, tutaq ki, hər şey boş şeydir. Boş olsa da insanlar üçün ən böyük, necə deyirlər, lazım olan şey ünsiyyətdir. İnsan sözü ünsiyyətdən yaranır, insan sözünün mənası. Ünsiyyətimizi biz qurmalıyıq. Bunun ehsan süfrələri ünsiyyətin ən ali formasıdır. Həmçinin toy süfrələri də ən ünsiyyətin ali formasıdır. Və toylarımıza biz nizam baxın. Toylara baxın, toylarda bir balaca nizam çəkin. 100 manatlıq, 150 manatlıq menü niyə zakaz edirsən, qardaş? Yüngülvarı bir şey, elə ehsan süfrəsindəki olduğu kimi elə bir süfrə, aşkiram, cəmaat gəlsin, neş yeri gəlsə pul da yığma. Elə bunu ver getsin. Yəni bacarırsan elə, bacarmırsan da eləmə. İndi el yığışıb kömək edir, nəmər gətirir sana kömək edir. Bu xalqın adətləridir. Biz gərək yası ləğv etsək, toy da ləğv edək. Onda bu millətin nəyi qaldı?
Bu millətin nəyə qaldı? Hansı ünsiyyət forması qaldı? Hansı birlik forması qaldı? Hansı ictimai birlik yarandı? Hansı söz birliyi yarandı? Hansı bir vəhdət birliyi yarandı bu millətin? Hansı ideoloji birlikdən söhbət gedə bilər? Bu, Avropanın, Xristian dünyasının, İslam dünyasına qarşı ən böyük siyasətin incə bir nöqtəsidir ki, bu cür bizim dini aradan qaçırsınlar. Çünki heç bir Xristian ölkələrində bu cür dinə, imana, böyüklüyə qarşı hörmət, izzət yoxdur. Onlar bizi öz günlərinə salmaq istəyirlər. Nəhayət cənab prezident çıxışlarında dəfələrlə deyib ki, bizə Avropanın mədəniyyətini, dünya görüşünü bu millətə sırmağa ehtiyac yoxdur. Millətin öz mədəniyyəti, dünya görüşü var, mənim xalqım, hər qul xalqdır. Ulu Öndər Heydər Əliyev nə deyirdi? Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bu sözün altında bilirsiz nə durur? Bu xalqın adəti, ənənəsi, böyüklüyü, işi, bu hamısı bu sözün altındadır. Yaxşı, bizim ideoloji rəhbərimiz Ulu Öndər Heydər Əliyevsə də biz onun dediklərini niyə əksə getməliyik? Niyə bu xalqın düşüncə tərcində siz mənfi şeylər adırsınız? Mən soruşuram ilahiyyətçilər, bu barədə danışanlar. Siz ölünün yanından gəlibsəniz, ölüb o dünyadan gəlibsəniz, siz xəbəriniz var, ölünü ehsanın xeyri var, yoxdur. Sizi heç kim məcbur edir ki? Kim istəyər ölüsünə ehsan da verər, vermir də bilər. Ehsan verib pulunu atıb qaçanlar da var mərasim evlərinə, bunları eşitirik. Özünüz bilin, kim necə istəyir eləyir. Ancaq içində insanın bir rahatçılıq olur. Bir fəlsəfi düşüncədir bu ehsan düşüncəsi, ehsan söhbəti, toy söhbəti. Elə toydakı yeməkdə ehsan ad sayılır. Onun hamısı ehsan sayılır. Pay verirsən. İndi cəmaət də yığışır, kömək edir, bir növ vəziyyətdən çıxarmaq üçün sənə kömək edirlər ki, bir əl tutalar. Yasda biraz kömək edirlər, toyda kömək edirlər ki, sən vəziyyətdən çıxarsan. Elin birliyi deməkdir bu. Elin adəti. El birliyi o demək deyil ki, sən israf et 200 manatlıq stol sifariş elə, kasıb küsübü çağır orada, yol burax bunu. Bu hansı imandandır? Bu hansı əxlaqdır? Bu heç nəyə yarayan bir şeydir. Ona görə də mən düşünürəm ki, xalqın min illərdir babalarımızın yaratdığı adət-ənənəyə toxunmaq olmaz. Onlar eləcə də qalıb davam eləmədir. Sən məcbur deyil, ölünə ehsan vermə. Kim səni məcbur edən ki? Bu da bir çox yerlərdə götürüblər ehsanı. İndi gələn gəlir, gəlməyəndə gəlmir. Dəyib çıxıb gedirlər. Və yaxşı, sizin onda bu birliyiniz harda qaldı, ünsiyyətiniz harda qaldı, ölümüzə, dirinizə hörmətiniz harda qaldı? Ölüyə ehsanat vermək əslində bizim dinimizə böyük ehtiramdır. Atalarımız deyib ki, Quran, çörək Qurandan irəlidir. Əgər çörək süfrədən getdisə də, Quran dünyandan gedəcək. Buna heç şək şübhəniz olmasın. Buna şək şübhəniz olmasın. Və ona görə də bizim əlimizdən dinimizi, imanımızı almaq üçün də yadda saxlayın. Dinimiz, bu din ərəbin dini deyil, bu elə türkün dinidir. Bütün dinlərin əsası Zərdüştdən, Avestadan gəlir. Avesta türkün qədim kitabı olub. Ondan yaranır bu şey. Bu din elə bizim dinimizdir. Sadəcə adını, formasını dəyişdirib İslam, ərəb dünyasını, o vaxt türklər, Peyğəmbərimiz, əsli türk olan Peyğəmbər salavatullah ki, ərəb dünyasında xilafat yaradıb, oranı bir nizama salmaq istəyirdi. İslam dinini orada qoydu və ərəblər yığdı bu bayrağın altında və o cümlədən də türk dövlətləri gəlib bu bayraq altında birləşiblər, bu adəti davam edir. Hər yerdə bu var. Bütün türk dövlətlərinin hamısında var İslam, onun adətlərinə, ənənələrine böyük hörmət, ehtiram. Özünüzü yığışdırın, bu uşaq düşüb ortalığa ağlına gələn millət. Kim sənə də get vermə ölünə ehsan, dilinə də vermə, özün biləsən. Səni kim vadar edir, qardaş, heç kim. Ancaq yadda saxlayın. Süfrə ən böyük, ən ali ünsiyyət forması insanların. Ən ali ünsiyyət. Nə qədər əziz dostumuz, harca görsən, öpüşsən, bir danışsan oradan, deyirsən ki, oturaq bir çörək yeyə, bir daha yaxşı bir münasibətimiz olsun. Bax belə. Çörək sülh müqaviləsidir, əmin-amanlıq müqaviləsi, çörək kəsmək, dostluq müqaviləsidir, kişilik müqaviləsidir. Çörək bu deməkdir, dostlar. Ona görə də çörəyimizə ehtiramla yanaşaq. Xeyrimizdə, şərimizdə çörək ortalıqdan getsə, bizim hər şeyimiz yoxa çıxır. Sağ olun, var olun. O dindarlara da deyin ki, əgər gedib ölünün yanında yatıb çıxıbsansa, onda deyə bilərsən, o ehsanın ölüyə xeyri var, yoxsa yox. Siz bununla dini də ləkəliyirsiniz, ha? Dinə də şərik qoşursunuz, şeytançılıq edirsiniz. Dini gözdən salırsınız. Yaxşı, ölüyə ehsan oxuma, Quran oxuma, bunu oxuma da, o din nəyə lazımdır? Heç də, o din də qutardı, getdi. Din də bundan yoxa çıxdı, getdi. 5-6 saqqal, suqqal uzadıb, şalvar göydəldən eləmişsən, dindir bu. Hamısı dələdüzdür, onu küçələrdə baxın, kalbasa satır hamısı. Bu şeyləri nəzərə çaldırın. Bunlar dinimizi, imanımızı gözdən salmayın. Xalqın yürülmüş adəti var. Mən məxsus bu işdə Bakı cəmaatını çox xoşlayıram. Bakı əhli bu işdə həmişə öndədir. Gözəl ali məclislər qururlar. Bölgələrə bölmürəm, ancaq örgənəm Bakılılardan. Bakılılar bu işdə çox möhtəşəmdir. Sağ olun, var olun.